Salam balaca rəssamlarım və rəssamlığa maraq olanlar. Bu günlər çox sadə akvarel texnikası ilə sizlərlə gül işləyəcəm. Burada taslağı qurdum. Çalışın akvarellə işləyəndə çox da qara falan eləməyin inşallah. Və sonet boyası. Əlbəttə bu vəziyyətdə istifadə etməyin inşallah biraz yuyarsınız. Bir də fırçalar iti uclu bu formada. Akvarellə işləyəndə bu fırçadan istifadə edin. Əlbəttə ki bir də sudan əlbəttə ki bol-bol istifadə edəcəyik. Və ilk mərhələdə həmişə sulayırıq uşaqlar. Çünki akvarel texnikası sulu boya texnikasıdır. Və fırçanın əməli başlı vərəqi yaş eləyirik və toxunursunuz. Biraz qabara bilər. Yəni bu artıq hazır olduğunu deməkdir. Çox da qurutmayın. Sonra isə açıq tonlardan istifadə edin. Yəni bir rəngdən istifadə edin. Yəni mən bu formada elədim. Sonra isə yavaş-yavaş tündləşdirin. Baxın bu formada. Altdakı rəngi itirməmək. Baxın uşaqlar mərhələ-mərhələ tündləşdirmişəm və tək də işləmirəm buna. Əmin oğlumla işləyirəm. Elə bir o da işlədi. Ona görə video biraz qısa oldu. Və bir mən ona da başa salırdım. Özüm də işləyərdim. Ona görə bu formada oldu. Amma baxın uşaqlar. Həm də akvarel texnikasında məsələn ən suludan başlayırsan, artıq yavaş-yavaş qurudursan da, yəni sulu getmirsən. Çünki belə konkret belə bu formada alınmaya bilər uşaqlar. Çünki axa bilər. Axması əslində normal bir şeydir. Akvarel texnikası axsa lap əladır, amma biz istəyirdik ki, mat bir görüntü olsun. Bir də çalışın bol-bol rənglərdə istifadə edin. Məsələn, mən bir rəngdən istifadə etməmişəm, amma kamerada biraz solğun görsənir, amma əslində elə deyil. Zaten sonradan mən işığı açıram, orada tam aydın görəcəksiniz sonda, necə ki videonun əvvəlində olduğu kimi. Baxın bu formada səbirlə, heç tələsmədən su ilə istifadə edin yaxın və aydın şəkildə isə eləyin. Və burada da rəngi alındırıram palitrada və hissə vururam. Siz də bu formada sadə işlər işləyərək özünüzə inkişaf elətdirə bilərsiniz. Mən istəyirəm ki, sıfırdan dərs kimi olsun. Amma dedim ki, heç olmasa belə sadə bir dərs olsun ki, sizə də motivasiya olsun. Bir dəfəlik dərs kimi istəmədim keçim, amma bu da böyük bir şeydir. Baxın uşaqlar, necə dediyim kimi 3 mərhələli getdim və arada bir də fırçadan əlimlə sıxma əvəzi ilə, yəni salfetkanın üzərinə sıxdım ki, onun əlva boyasını, sululuğunu götürsün. O prosesdə məsələn əlim dolu olduğuna görə mən edə bilmirəm. Yoxsa normalda əlimi sıxıram. Böyük əksəriyyətində də parçadan və salfetkadan istifadə edirəm və bu formada da işləyirəm. Baxın səliqəli görsən və burada da bitirməyə yaxın idi. O bir mərhələlərdə məsələn fırçanın üzərinə baxın, çırpa-çırpa həmin bu fırça zərbələrini elədim. Axırda da baxın maraqlı görsənir. O hissələr ki var, ağ hissələr, həmin ortasında, onları quaşla elədim inşallah. Baxın, burada biraz daha işıqlarda müəyyən, baxın, işıqlarda biraz problemi var. Həm də biz axşama tərəf işlədik bu işi, ona görə çox da rənglər tam görsənmir. Bir də uşaqlar, yarpaq hissələr olsun, saplaq hissələr olsun, onları konturladım. Yəni akvarellə, çox da sulu işləməmək şərti ilə. Burada çox qara, inansın uşaqlar, bir dəfə qara rəngdən istifadə etmədim qətiyyən. Sadəcə rənglər tünd olduğuna görə kamerada qara görsənsin. Orada qara rəng qətiyyən yoxdur. Hər rəng var, amma bircə qara yoxdur. Çünki akvarel texnikasında qaradan istifadə etməyi xoşlamıram. Buradan da rahat baxa bilərsiniz. Orada da imzamı. Baxın, bu ümumi çox sadə, maraqlı bir iş. Yəni ilk başlayanlar üçün də maraqlı bir işdir. Mən istəyirəm ki, növbəti dərslərimizdə daha aydın şəkildə. Baxın, rəngarəngdir əslində. İşığı yandırdım, tam aydın görsənir buradan. Yəni qapqara deyil qətiyyən. Budur nəticə. Ümid edirəm faydalı olmuşdur. Video biraz çox qısa oldu uşaqlar və dedim ki, heç olmasa sizə motivasiya olsun. Belə maraqlı təsvirlə işləyəsiniz. Digər videolarda görüşənədək hələlik balaca rəssamlarım, öpürəm sizi.